Zamanə İmam-ı Ağamız İmam-ı Zaman Aleyhisselamın zuhurunun təcilünə sələvat edək. Allahümme salli Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahümme veffir hazzi fihi minen nevafil ve ekrimni fihi bi ihzaril mesail ve qarrib fihi vesileti ileyke min beynil vesail ya men la yeşgaluhu ilhahul mulhin. Amin. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, sübhün bu çağında, yuxunun şirin vaxtında Allah evinə qədəm götürüb gələnlərə və canlı vasitəsilə olduqları yerdən fərq eləməz ölkə daxilində, istər ölkə hüdudlarından kənarda bizi izləyən hər kəsə Allah'tan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, qəlbimizin dərinliyində olan bütün hacət və mətləbləri rəva eləsin. Amin. Və bu mübarək ayın, bu mübarək səhərini bizim üçün mübarək qərar versin inşallah. Bir daha Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bu mübarək ayın gecələrini dua etməklə, günüzlərini ona ibadət etməklə boynumuza minnət qoyaraq bizim ömrümüzü şərəfləndirmiş, ömrümüzü dəyərləndirmiş. Bunun üçün Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Bəli, möhtərəm müsəlmanlar, əziz möminlər, biz bu dünyaya Rəbbimiz tərəfindən gəldiyimiz kimi bir gün də ona doğru qaydacaq. Və hər bir şeyin sonu olduğu kimi, hər bir şeyin ayrılığı olduğu kimi mübarək Ramazan ayının da sonu yaxınlaşır və bir aylıq dostumuzla, mənəvi yol yoldaşımızla, mənəvi müəllimimizlə əlimizdən tutaraq bütün pislikdən uzaqlaşdırıb Allahın huzuruna aparıb bizi qovuşduran bir dostumuzla ayrılıq vaxtı gəlib çatır. Hər nə olur olsun, ayrılıq çətindir. Dostdan da ayrılmaq, ailədən də, övladdan da. İnsan ünsiyyət quran varlıqdır, ünsiyyətçil varlıqdır. Görürsən, biri ilə yol yoldaşı olursan, qatarda, təyyarədə, bir neçə gün bir yerdə olursan, amma ayrılanda görsən, xoş ruhiyyəli insandırsa, yol boyu sənin üçün onun xoş təəssüratları varsa, ayrılanda biraz kədərlənirsən, duygusal olursan, dostundan, yaxınından ayrıldığın üçün. Və doğrudan da düşünəndə bir ay, bu ay Ramazan ayı bizə dostluq elədi, mənəvi müəllimlik elədi, gözümüzə sahib çıxmağa kömək elədi, qulağımızın eşitməməli olduğumuz nələrisə eşitməməyə vasitəçi oldu. Danışığımızda daha diqqətli olmağa bizə kömək oldu. Bunların hamısını düşünəndə necə bir dəyərli dostdan, necə dəyərli bir müəllimdən ayrıldığını insan düşünəndə biraz qəmlənməməsi, duygusal o hisslərə qapılmaması mümkün deyil. Amma nə edək ki, dünya belədir. Nə edək ki, Əd-dünya və ma fihə faniyə. Dünya və dünyada olan hər nə var, bir gün sonlanacaq. Bir gün bitəcək. Ona görə nə xoş, nə gözəl o insanın halına ki, o bitməzdən öncə
o yaşadığı ömrü qiymətli yaşaya, dəyərli yaşaya, mənalı, bir sözlə Allah istədiyi kimi yaşaya. Mühüm olan budur. Və son günlərdir, bugün də 28-ci günün duasına diqqət edək. Çünki ay 29-30 da ola bilər. Sabah sübhü inşallah yığışarıq. Yəqin ki, sübh bəlli olar. Allahümmə vəffir həzzi fihi minən nəvafil. İlahi, bugün məni bəyəndiyin müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et. Və əkrimni fihi bi ihvaril məsail. Ey mənim Allahım, bugün məni arzularımı yerinə yetirməklə məni əziz tut. Yəni, o istəklərim, hacətlərim, mətləblərim ki var səndən istəyirəm, onu mənə verməklə adətən əziz tut ifadəsi burada bilirsinizmi niyə keçir? Görürsən, biri səndən bir şey istəyəndə, sən onun istəyini həyata keçirəndə tərəfi xoşhal eləyirsən və yaxud da sənin üçün dəyərli, hörmətli olanda çalışırsan onun dediyini yerinə yetirəsən. Deyir, Allahım, bugün arzularımı yerinə yetirməklə məni əziz tut. وَقَرِّ فِيهِ وَصِيلَةِ إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ. Allahım, bugün sənə yaxın edən vasitələrin sənə çataraq, səni daha mərifət yetirərək, yaxın vasitələrin daha yaxını olanını mənə nişan ver, mənə yaxınlaşdır. Yəni, sənə gəlib çatan neçə yollar ola bilər, amma onun ən yaxını, ən rahatı, ən tez hansı yolla mən sənə çata bilərəmsə, sana mərifət yetirə bilərəmsə, həmin yolu mənə nişan ver. Yəni, məsələn, tutaq ki, dünya yollarında da belədir. Bir yerə gedib çatmaq üçün bir neçə yerdən gedə bilərsən. Amma Allahım, ən yaxını hansı yoldursa, o yolu mənə nişan ver, mən sənə tez çata bilim, tez qovuşa bilim. Yəni, bu bir növ aşığın məşuqa tez çatma arzusudur, istəyidir. Yəni, məsələn, kəsədən, belə deyək də, qısa yolları seçim etməsi. Ya mən la yəşğəluhu ilhahul mulihin. Ey, israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah. Yəni, görürsən, hərə bir söz deyir, hər ağızdan bir avaz gəlir. Biri israrla, niyə vermirsən, bəs səndən istəyirəm, nə qədər dua eləmək olar, Allah, daha yoruldum, tükəndim. Bir şeyi görsən, dayanmadan nə qədər deyir, amma ey, o varlıq ki, israr edənlərin israrı onu heç vaxtı yormaz, heç vaxtı onu əldən salmaz, yorğun etməz deyə. Demək, 20-ci günün duasında oruç tutan bəndə ilk ifadəsi budur ki, Allahümmə vəffir həzzi fihi minən nəvafil. İlahi, bugün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et. Yəni, artıq oruc olan şəxs vacibatı yerinə yetirir, indi istəyir savab əməllərlə, digər əməllərlə də məşğul olsun. Yəni, deyir Allah, vacibatı həmd olsun yerinə yetirirəm. Yəni, namaz da qılıram, oruc da tuturam. Amma istəyirəm, bunun gözündə, bunun fonunda gün ərzi zikr əhli olum. Yəni, biri bir söz soruşmayıb, birinə bir cavab verməyənə qədər elə təsbih əlimdə və yaxud da təsbihsiz Subhanallah, Elhamdülillah. İnan, insanın ruhu pak olar, ruhu münəvvər olar. Əgər sən daima Allahı zikr eləsən, bunu əminliklə və qətiyyətlə söyləyirəm ki, nə sənə şeytan musallat ola bilər, yəni fikirlərində dikt eləyib səni yayındıra bilər, sapındıra bilər, azdıra bilər, nə də ki, sənin nəfsün səni əyri yola vadar eləyər. Əla bi zikrillahi tətməinnül qulub. Allahı yad etməklə qəlblər toxtaqlıq, xətircəmlik, aramlıq, huzur tapmazmı? Allah, Allah, Allah
dilin əzbəri ola, inan, ruhun təlatümə gələr. Bütün çirkab, bütün pisliklər səndən uzaq olar, kənar olar. Xoş o insanın halına ki, dilini adət eləyib, Allah zikri ilə daim məşğul olmaq. Buyurur ki, Allahümmə vaffir hazzi fihi minən nəvafil. İlahi, bugün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et. O müstəhəb əməllərdən biri də gecə namazıdır. Qəza namazlarım var, qəza namazlarına qıl. Amma o müstəhəbbi namazlar içərisində gecə namazı çox təkidlə sifariş edilir. İnsanın ömrünün bərəkətli olmasına vəsilə olar, üzünün nurani olmasına vəsilə olar, ruzu mövzusunda sıxıntısı varsa həllini tapmasına vəsilə olar. İnsanın cəmiyyət arasında qədir, hörmət, möhtərəm bir insan kimi formalaşmasına bir növ bu gözəlliklər hamısı gecə namazının içərisindədir. Adət elə, əgər 11 rəkəti qıla bilmirsən, bari 2 rəkət şəf-i namazıdır, 1 rəkətdə bitir. Bu üçünü heç olmasa qılasan. Amma qılanda da çalış elə, çox da bildirməyəsin. Bəzən görsən adam bir iş görəndə toxtaq qala bilmir də. Son günlərdir də, indi sabah bəlkə də elə sonuncu sübh namazımız ola. Allah ömürdən vəfa qılsa ki, toplaşaq, danışaq. Bunlar da bir doğrudan da həm xatirədir, həm də ki, məlumdur ki, gələn il bir də toplaşa bilək, yığışaq, biz olaq, siz olasınız, olmayaq, hansımız olmayaq. Vallahul alim, həqiqəti Allah bilir. O gecə namazı ilə bağlı o biri elə qılırmış, gəlib elə hər dəfə deyərmiş, bu gecə namazı əntiqə bir şeydir və s. O öz halından. Buna deyirlər ki, qardaş, bu savablar bir şeydir ki, gərək bunu deməyəsən, nə qədər deməsən, bir o qədər savabın çox olar da. Bu da Allah saxlamış, fərağat qala bilmir də. İndi buna deyiblər ki, bunu demə. Gəlir indi istəyir bir yolla bildirsin axı. O tərəfə, bu tərəfə, bu məşhur misaldır. Bunu bir neçə dəfə demişik. O mürgüləyənlərin yuxusu qaçsın, hələ də tam oyanmırlar. Amma elə biləm, siz biraz təbəssüm eləsiniz, səsə küyə durarlar. Bu gəllə eləşir, bir yolla istəyir axı bildirsin ki, qılıb. Deyir, qardaş, o çaydan susu, bu gecə namazı adama bir susuzluq verir. Bir susuzluq verir. Ha, özüm istəyirəm, toxtaqtam, amma bir yanğı, bir təşnə, ətəş gəlib. Yəni, tərəfə istəyir ki, bir yolla insan o istədiyin bir özə versin. İndi sən gecəni o qədər oyaq qalıbsan, elə yuxu məkidə saxlamısan deyəsən. Elə olanda evdə mürgülə gəl, burada biraz 1-15 dəqiqə qulaq as, sonra gedinə qədər yatırsan, yatışına. Peyğəmbər alıb, Peyğəmbərə səlavat edə. Allahümmə Və əkrimni fihi bi ihzaril məsail. İlahi, bugün məni arzularıma çatdırmaqla məni əziz tut. Yəni, sanki oruc olan şəxs hiss edir və bilir ki, mübarək Ramazan ayı sonlanır. Və ay boyunca istədiyi bəzi hacətlər var, amma hələ də mətləbini ala bilməyib, hacətini ala bilməyib. Bilir ki, axır vaxtlardır, son anlardır. Allahdan istəyir ki, ey mənim Allahım, ay mənim yaradanım, arzularımı yerinə yetirməklə məni əziz tut. Yəni, artıq axırdır, son anlardır. Bu istəklərimi həyata keçir, məlumatlarımı qəbul et, hacət və mətləblərimi rəva et. Və ardıca buyurur, وَقَرِّ فِيهِ وَصِيلَةِ إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ. Allahım, bugün mənə, sənə yaxın edən vasitələrin daha yaxını olanını mənə nişan ver. Mənə yaxınlaşdır ki, mən o istiqamətdən, o yöndən gəlim sənə tez çatım. Burada vəsilə məsələsi
Bəzən deyirlər ki, Allaha çatmaq üçün vasitəyə nə gərək? Elə birbaşa Allahın özündən istə də. Amma Allah Teala özü Quran-ı Kərimdə Maidə surəsinin 35-ci ayəsində buyurur ki, Ya eyyuhəl-ləzinə amenu. Ey Allaha inananlar, iman gətirənlər. İttaqullah, Allahdan qorxun, yəni ona yaxınlaşmaq üçün onun dərgahına yaxın olanlardan və salih əməllərdən vabtəğu ileyhil vəsilə, ona vasitə ilə yaxınlaşın. Ona tərəf vasitə axtarın və onun yolunda cihad edin, bəlkə nicat. Deməli, burada açıq-aşkar ayət-i şərifədə Allaha gedən yolda vasitələrin olduğu bəllidir. Deyə bilərsiniz ki, axı bu Allahın özünün, belə deyək də, bir vasitə özündən istəmək olmazmı? Olar. Amma bəs bu vasitə Quran məntiqində, Quranın özündə bunun üçün neçə dəlil sübut var. Amma mövzu çox geniş olmasın deyə, çox da haşiyə çıxmayaq deyə, mən bir neçə dənə xırda nüanslara toxunacağım. Baxsaq, Həzrət Yusuf əleyhissalamın hadisəsinə, orada bir neçə dənə bu vasitəyə aid dəlil sübutlar var Quran məntiqi ilə. Eşidibsiniz, bilirsiniz, onlar qardaşları Həzrət Yusuf atasından aldılar, çünki atasını daha çox istəyirdi qardaşlar. O hadisələr uzundur, mən onlara toxunmuram, amma orada bir nüans var. Deyir, وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Əgər onlar özlərinə zülm etdiklərini və günaha bulaşdıqlarını başa düşdüyü zaman sənin yanına, Peyğəmbərə buyurur, Həzrəti Yaqub əleyhissalama buyurur, sənin yanına səndən əfv və bağışlanma istəsələr, sən də onlar üçün dua et, Allahdan əfv dilə, Allah Teala tövbələri qəbul edən və rəhimli olduğunu onlar da şahidi olacaqlar və şahidi olarlar. Burada Həzrəti Yusufun qardaşları, Yaqubun övladları birbaşa Allah'ın yox, gəlib atalarına qalu, belə dedilər, ya əbana, ay bizim atamız, ay bizim böyüyümüz, İstəğfir lənə zünubənə kunna xatiin. Yusuf surəsinin 97-ci ayəsi. Dedilər, ay atamız, Allahdan bizim günahlarımızın bağışlanmasını dilə, doğrudan da biz etiraf edirik ki, günahkarıq, günah eləmişik. Bu ayət-i şərifədə əgər vasitə şirk olsaydı, o xavaric təkvirçilərin, sələflərin və habilərin dediyi kimi şirk olsaydı, Həzrəti Yaqub balalarına deyərdi, şirk, məndən istəməyin, Allahdan istəyin. Amma övladları Həzrəti Yaquba deyirlər, ya əbana, ay bizim atamız, İstəğfir lənə, biz etiraf eləyirik, günah eləmişik. Allahdan istə ki, bizi neynəsin? Bağışlasın. Bu, Allahla bəndə arasında övladları, atalarını vasitə salmasının Quranla açıq-aşkar dəlili sübutu deyilmi? Digər bir ikinci məsələni deyim və bununla da sözümü bitirim. Bilirsiniz, Həzrət Yusuf əleyhissalam ağlamaqdan atası Yaqubun gözü tutulmuşdu, gözünə ağ gəlmişdi. Bu el arası mirvari suyu deyirlər də, belə deyək. Doğrudan da ata-ananın övladla imtihanı çox ağırdır, çox ağırdır. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Biz müharibə dönəmində istər birinci, ikinci fərq eləməz şəhidlərimiz gələndə onların ata-analarının qısa bir vaxtda saçlarının, valideynlərinin, atalarının ilə saç-saqqallarının ağarması və qısa bir vaxtda onların fizioloji baxımdan necə yaşlandığını, necə qocaldığını biz
bir xalq olaraq şahidi olmuşuq, onu yaşamışıq. Həzrət Yaqub əleyhissalam da oğlu Yusuf üçün hər gün ağlayardı, hər gün ağlayardı. Hətta çıxardı bir hündür yerə, məhəsəndə deyərdi, mən Yusufimin qoxusunu alıram, oğlumun iyisini. Çox ağırdı, itki məsələsi. Hətta bu döyüşlər zamanı biz könüllü qatılmışdıq. Bizim istənilən istiqamətdə şəhidlərimiz olurdu. Biz bir çoxunun o Füzulinin orada qəbul edilib şəhidlərimizin qüsül kəfən edib, bəzən hərbi komissarlıqlarla valideynlərinə demək üçün bir ruhani kimi qapılarına öncə gedərdik, sonra şəhidimizin cənazəsi həyətə daxil olardı. Bir şəhidimizin dəfni zamanı bu Ağdərə istiqamətində dünyasını dəyişmişdi, şəhadət zirvəsinə ucalmışdı. Orada komandirlərdən, əsgər yoldaşlardan da şəhidimizin dəfn zamanı gəlmişdi. Deməli, bir oğlu itkin düşən ata 92-ci ildə Ağdərə istiqamətində oğlu itkin düşüb. Təbii ki, şəhid olan üçün də ağırdı, amma itkin olanın mənəvi halı o dəfn etdiyindən daha ağırdı. Ürəyin övladı istəyəndə, oğlu istəyəndə bir gedib qəbrin üstündə ağlayırsan, bir toxtaqlıq tapırsan, sakitləşirsən. Amma itkin düşən övladı yadına düşəndə nə qəbrin üstünə gedə bilir, nə toxtaqlıq tapa bilir. Deməli, həmin ata yaşlı idi, yaşını bilmədim, amma çox təsəvvür elə, indi cavan övladı 92-də üstündən 30 il keçib, bir 60-dan yuxarı atanın yaşı var idi. Gəldi o komandirə yaxınlaşdı, o polkovnikə yaxınlaşdı. Dedi, mənim oğlum da itkin düşüb, başladı oğlunun əlamətlərini demək. Dedi, belə bir nəfər görməmsiniz oralarda, Ağdərədə. Deyir, ola bilər, bəlkə haradasa rastlaşar sizə. İstiqamət eyni olduğu üçün hələ də 30 il keçməsinə rəğmən ata övladının intizarındadır ki, dedi, boyu belə, buxunu belə, bəlkə sizə o dağlarda mənim balam rast gəlib, bəlkə oğlumu siz görmüsünüz, eləmişsiniz. Ona görə itkin çox ağırdı, çox ağırdı. Və ona görə nəticə etibarilə Həzrəti Yaqub əleyhissalamda hər məhəsəndə deyərdi, mən oğlum Yusufun qoxusunu alıram, oğlum Yusufun qoxusu gəlir, ətri gəlir. O qardaşları, Həzrəti Yusufun qissəsi çox uzundur, həm də maraqlıdır. Öz köynəyini ki, atasına göndərəndə, o köynəyi gözünə çəkəndən sonra fartadda bəsira, gözləri açılır. Bu özü də günün duasında ki, deyir, Allahım, mənə sənə yaxın olan ən yaxın vasitəni, yolu mənə nişan ver ki, mən o yolla gəlim sənə çatım, sənə qovuşum. Həzrəti Yaqub əleyhissalamın Allah gözün belə də aça bilərdi. Amma köynəyin gözünə sürtülməsi bir vəsilə idi ki, Allaha yaxın olan gedən yoldan biri idi ki, gözü açılsın. Ona görə günümüzün duasında oruc olan şəxs Allahdan istəyir ki, Allahım, sənə gələn ən yaxın yol, sənə qovuşmaq üçün ən kəsə, ən qısa, ən dolğun, ən düz istiqamət yol hansıdırsa, məni o yola qovuşdur, məni o yola istiqamətləndir ki, mən tez gəlim sənə çatım, sənə tez qovuşum. Ey o varlıq ki, ya mən la yəşğəluhu ilhahul mulihin. Ey o varlıq ki, israrla ondan dua istəyən, hacət mətləb istəyənlərin israrları onu əsla məşğul etmir, etməz. Bəli, Allahım, etdiyimiz duaları bizdən qəbul etkinən. Allahım, bu mübarək Ramazan ayının
bütün savab və fəzilətlərindən faydalanmağı, bəhrə aparmağı hər birimizə nəsib et Cenab-ı Hak. Allahım, bu Ramazan ayının bu səhərlərinin bərəkətindən bizi məhrum etmə. Allahım, bu ay boyunca əldə etdiyimiz savab və fəzilətləri növbəti aylarda da davam etdirməyi bizə nəsib et Cenab-ı Hak. Allahım, əgər hələ də bizi bağışlamamısansa, bu qalan son günlərdə bizi bağışlanan bəndələrindən qərar ver Cenab-ı Hak. Allahım, zəmanə imamımızın zuhurunda təcil et Cenab-ı Hak. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə bir Muhammedi sələvat seçilir. Allahümme salli ala Muhammed ve ali